Deməli, 4-cü hissə müəllimlər. Bu hissə də, bu pərdə daha doğrusu 4-cü pərdə. Bu pərdə də, genişdir. Burada da biraz çətin məqamlar, çox da obraz sayının çoxluğu var, dialoqlar var. Onlara diqqət yetirmək lazımdır. Kimin dialoqu hansıdır? Yaxşı, kimdən başlayaq? Gülcahandan başlayaq. Gülcahan, buyur, 4-cü pərdədə hadisələr harda cərəyan edir qızım? Gülcahan. Ariflə Rəna meşəyə gəlirlər. O hissədən mənim. Meşəlikdir. Meşəlikdə bir cığırdır. Meşədə Orada. cərəyan edir hadisələr. Və, uzaqdan həzin bir musiqi səsi gəlir. Ney çalınırdı. Ney tütəyin bir növüdür. Eee, Burada da gələn musiqi səsini tam olaraq bilmirik. Dəqiq olaraq deyilmir. Ya deyir nəyə oxşuyur, ya da ki, deyir çobanın düdüyü çalınırdı. Yəni ney deyir də çoban düdüyü, belə bir şəkildə verir. Sonra ağaclıqların arasına 2 dənə silahlı, deməli, silahla, güllərlə qurşanmış 2 türk qiyafəsində haydut çıxır. 2 haydut çıxır. Yəni quldur da, haydut belə deyək. 1-ci haydut nə deyir burda? Hə, Güllü, oxumamısanmı ay qızım? Nə deyir? Taleh bizə nədənsə küskündür deyir. Oradan başlayır. Bəli, oradan başlayır. Hayda 4-cü Hə, pərdə. orada hə, birinci haydut deyir ki, orada Taleh bizə nədənsə küskündür. Hı hı. Biz av, yəni nəsə bir şey ələ keçirə bilməmişik. Hı hı. Bu zaman 2-ci haydut nə deyir qarşılığında? İkinci haydut deyir ki, qismət nədirsə gələr, sən narahat olma. Hı Deyir ki, hı. qəm eləmə, şən ol deyir. Hı hı. Sonra 1-ci haydut da qarşılığında deyir ki, bilmirəm deyir, bu da deyir Bir həyat həyatdırmı kimi. deyir, bir gün deyir bizə deyir rahat yuxu görəcəkmi deyir. O zaman 2-ci deyir ki, insan deyir qaçaqsansa əgər deyir, bu kimi halların hamısı sənə xoş görünməlidir. Yəni sən bilirsən ki, sən qaçaqsan. Bu zaman, 1-ci haydut İşlıq islıq səsi. çalır. Bəli, islıq çalır burada 1-ci haydut. 2-ci haydut deyir ki, durma deyir, çəkil deyir qırağa deyir, gələn var deyir. Bax, burada artıq Ariflə Rəna gəlir və heç Burada danışıq. Aha. burada Arif təlaş içində olur. Onlar gəlir həmin ağacın altına. Hı hı. Arif Rəyanaya deyir ki, mən daha yorulmuşam. Acam, biraz oturaq, Hı hı. biraz rahat eləyək deyə ondan sonra gedərik. Hı hı. Sonra onlar oradakı bir dənə kötük üzərində otururlar. Hı hı. Hı hı. Rəna orada mən biraz qorxuram deyir. Əngəlimiz artacağından qorxduğunu deyir. Hı hı. Arif də burada deyir ki, niyə deyir narahatsan deyə. O zaman Rəna deyir ki, gedək deyir, düşün deyir. Nə dərsən deyir, gedəkmi deyir, razısanmı? Bu zaman kənardan yenə islıq səsi çıxar. Və güllə atılır. Rəna diksilir. Deyir, güllə səsi də, yəni qurşun səsi, qurşun səsi. Nəsə Arif burada deyir ki, şübhəsiz deyir, bu çobanlardır deyir. deyir. Yox deyir, onlar deyir mənə vuranlardır deyir. Yəni bunların çoban olmadığını deyir. Bu zaman, cibindən bir, revolver çıxarır. Revolver də bu silahın bir növüdür. Heç deyir, qorxma deyir, mən deyir yanındayam deyir, silah var deyir, həm qızılım var deyir. Bax deyir, necə də deyir, parlaqdır deyir. Bu zaman Rəna bir ovuzda cibindən bir ovuzda qızıl çıxarır, başlayır onu əlində oynatmağa. Bu zaman həmin o haydutlar arxa tərəfdən ağaclıqların arasından görünürlər və heyrətlə onlara qulaq asırlar, onları dinləyirlər. Bu zaman Rəna deyir ki, mən deyir, bilmirəm deyir, bu sərvətlik sənə hardan oldu? Axı əlində qızıllar var da bunun. Deyir, mən bilmirəm deyir, bunları sən deyir, hardan əldə eləmisən deyir. Bu zaman məğrur bir qəhqəhə çəkir Arif və deyir ki, bunu deyir, dostumdan mənə qismət olubdur. Mənimlə bərabər olan, həmdəm olan deyir, bir yəhudi var idi deyir.
O deyir mənim pəncəmdə boğulub həlak oldu deyir. Özü deyir sərraf idi və xeyli də zəngin biri idi. Deməli bu deyir ki, yəni mən onu öldürərək bu qızılları əslində əldə eləmişəm də. O deyir mənim deyir caynağımda deyir həlak olubdu deyir. Bu zaman Rəna deyir ki, bəsdir deyir, danışma deyir, bu bir ləkədir deyir. 5-10 qızıla görəmi deyir bu qədər vəhşət eləmisən deyirsən. Arif də bu zaman onun səsini kəsir, sözünü kəsir, deyir ki, bu vəhşət deyildi, buna deyir cəsarət deyirlər deyir. Yəni bu vəhşət adlandırır bu məsələləri Rəna, amma Arif isə bunu vəhşət kimi qiymətləndirir. Cəsarət kimi daha doğrusu, üzr istəyirəm. Rəna vəhşət kimi dəyərləndirir. Arif cəsarət kimi dəyərləndirir bu kimi halları. Bu zaman Rəna əlbəttə ona təqsirli baxır, sənə deyir nəvaziş etmərəm, yəni onunla əslində nikah bağlamağı əlbəttə Ariflə Rəna da istəmirdi. Sonra bu zaman birinci haydut, bu quldur gəlir içəri, deyir bu tülküyə bax deyir, heç deyir sənin üçün deyir layiqdirmi deyir elə bir göyərçin bunu? Haydut deyir. Haydut belə deyəndə Rəna deyir ki, o da deyir bax deyir fəlakətdir deyir, gəldi deyir, çatdı deyir. İndi bundan sonra nə baş verir sən danış. Mən biraz istiqamət verdim. Buyur. Orada birinci haydut deyir ki, bu tülküyə bax, böyle bir gövərçin sənin üçün layiqdirmi? Rəna orada qorxur. Arif də orada silahını çıxartır, Rəna qolundan tutur. Hı hı. Orada birinci haydut olur, tüfənglə Arifi nişanlanır, deyir ki, qızılları ver. Hı hı. Sonra ikinci haydut eee, istehzalı qəhqəhə ilə Arifə tərəf baxır. Arif də orada qorxur, deyir ki, siz kimsiniz? Hı hı. Orada birinci haydut deyir ki, biz çöllərə hökm edən krallarıq. Bəli. Bu vəhşi orman bizim baş mərkəzimizdir. Burdan kim keçərsə bizə bac verməlidir deyir. Yəni xərac verməlidir də, yox. Quldurdular da, əslində Coacus quldur deməkdir. Aha. Arif deyir ki, siz insanlığı atıbsızmı? Hımm. Bu zamanda birinci quldur, yəni haydut deyir ki, bəsdir də, yəni kafi, bəsdir deyir. Qızılları ver və bu dəliliyi əldən burax deyir. Bu zaman, Arif cibindən 5-10 dənə qızıl çıxarır. Biraz deyir qalıbdı deyir, bizim üçün deyir, qalan deyir budur deyir. Xəncəri Arifin köksünə dayayaraq hamısını ver deyir və Rəna burada ah çəkir əlbəttə ki. Bunlara mane olmaq istəyəndə birinci qolundan tutub şiddətlə bir tərəfə itələyir və bu sırada çiynində, perlen plaş, vüqarlı, müsəmməli, təbiət, qalın qaşlı, bıyıqlı daha doğrusu, gür, qara saqqallı, zində, müsid simasında olan Elxan daxil olur. Elxan da bir qaçaq idi, yəni quldur idi əslində Elxan da bir və oradakı haydutları ədəbsiz və alçaq deyə adlandırır. Çox sağ ol Güllü. Zümrüd xanım, burdan sonrasını danışa bilərsiz? Sonra hansı hadisələr nə cür cərəyan edir? Ariflə Rəna olur müəllimə Hə, deyəsən. orda Elxan səhnəsidir. Elxan gəlir. Elxan gəlir, bu haydutların bu cür hərəkət etməsini qınayır, onlara alçaq deyir və sonra başlayır. Aha, buyurun. Hər ikisi geri çəkilib dona qalxır. Müəllimə Elxan əsəbləşir. Əsəbi halda deyir ki, siz daha mərhəmətli qadın olun. Yəni utanın belə bu qızdan utanın da, yəni ədəbsiz olmayın Hı deyir hı. müəllimə. Sonra Ariflə Rənaya deyir ki, əfv edin məni, bağışlayın deyir. Hı Pak hı. canavar deyir müəllimə. Ətrafda yəni ıslıq səsi yəni yenə eşidilir. Bəli. Yenə qurşun atılır. Elxan haydutlara yəni deyir ki, durmayın deyir, gedin deyir. Bu bağın da nə var deyir. Bəkçilər zərrə qəflət eyləməsin. Əldə bir af keçərsə siz gətirin deyir. Bana bax, kim dökərsə haqsız qan, kim haqsız qan tökərsə mənə gətirin deyir müəllimə. Ona ən ağır cəzanı da Elxan verəcəkdir, düzdürmü? Deyir, orada ən ağır bir cəza verir Elxan. Bu zaman Rana deyir, ah əfəndim deyir, siz nə qədər də deyir, mərhəmətlisiniz deyir. Sizə deyir,
Qəlbən deyir, təşəkkür eləməliyik deyir biz. Parlayırdı çöhrənizdə fəzl-ü zəka, sizə haydut denirmi? Yox, əsla. Yəni ki, sizdə zəka parıldayır, fəzl parıldayır deyir. Sizin kimi bir insana deyir, quldur deməkdir, yaraşarmı deyir. Əlbəttə yox deyir. Bu zaman Elxan da səmimi bir qəhqəhə çəkir deyir. Heç deyir, yanılmırsınız deyir, düz deyirsiz deyir. Amma deyir, mən deyir, haydutam deyir. Etdiyim isyanda əsgəri qaçağıyam deyir. Yurduma, orman, mağaralara yatağımdır deyir. Deməli, burdan məlum olur ki, bu Elxan düşmən deməyim də, ordudan qaçıbdır deyir. Çünki deyir ki, bax, etdim isyan deyir, əsgəri ocağı. Yəni o əsgərlərin arasında üsyan qaldıranlardan olduğuna görə birlikdə bizim qarşıda Pişəvəri hərəkatı var da, İran, daha doğrusu İranda deyirəm. Pişəvəri yox, Pişəvəri burada deyil. Burada deməli, müharibədir də, türklərlə olan müharibədir. Müharibə təsvirlərinin insan həyatında yaratdığı ağır acılı əks olunub əslində burda deyir. Və Rəna da deyir ki, burada mən deyir, daha doğrusu Elxan deyir, mən deyir, o əsgərlərin arasında deyir, üsyan qaldırmışdım deyir. O üsyanı qaldıranlardanam deyir və mənim yurdum da, mənim evim də deyir, yatağım da deyir, haradır deyir, ormandır, yəni meşədir deyir. Meşəni burada vurğulayır, onun həm yurdu, həm evi, həm yatağı olduğunu. Amma deyir, bir miskin var deyir, ərəb zabiti deyir, o deyir, çox xain adamdır. Onun deyir, xəyanətinə açanda deyir, baxdım deyir, asdırmaq istəyir deyir, o mənə deyir. Ordugahı buraxdım deyir, nə deyim deyir, belə bir gündə keçirmədəyəm, belə bir gün keçirmədəyəm, yəni bir qaçaq həyat tərzi keçirmədəyəm dedim. Burada Elxan da bilirdi ki, İbn Yəmin burada nəyin, hansı və necə deyərlər, xasiyyətə, xislətə sahib olan insandır. Yəni iblisin iblis deyirəm, üzr istəyirəm. İbn Yəmin o bütün kirli, dolaşıqlı işlərinin hamısından əslində bu iblis əslindəki baş qəhrəmanımız Arif məlumatlı idi. Düzdürmü? Bəli. Diz çökür müəllim orada İbn Yəmin, eləmi? Hə, hələ İbn Yəmin Danışmaq dəstərinə qədər var mənim. Deməli burada sonra deməli burada haydutlar 2 çəngənə ilə bir İbn Yəmini silahsız olaraq gətirirlər mənim. İbn Yəmini gətirirlər. Rana da deyir ki, ax əfəndim deyir, dur deyir, tələsməyin deyir. İstəyir ki, Rana öldürsün də İbn Yəmini. Deyir, dayanın deyir, tələsməyin deyir. Bu zaman İbn Yəminə deyir ki, sən kimsən deyir, nəçisən deyir. İbn Yəmin də deyir ki, adını qeyd eləyir, İbn Yəmin olduğunu qeyd eləyir. Bu zaman Elxan Ariflə Rənaya yarım qəhqəhə ilə deyir ki, məni asdırmaq istəyirdi deyir. Amma deyir, indi deyir, özü deyir, ələ keçibdi də. Yəni bir növ burada əslində qisas almaq istəyirdi. Onu asdırmaq fikrində olubdu. Vaxtilə Elxanı asdırmaq istəyirdi İbn Yəmin. Hə, sonra müəllimə, Zümrüd müəllimə. Buyurun. İbn Yəminə oldu deyir, görüncə səni İbn Yəmin də diz çökür deyir, məni bağışla, qüsurluyam Elxandan, üzr istəyir. Aha. Elxan deyir, eləmə deyir, hörmətsiz, sayğısız qəplan deyir. Çünki deyir, ehtiyacı yoxdur artıq, ehtiyacı yoxdur deyir. O çingənələrə də, yəni o siqandır müəllimə çingənələr. Siz niçin gəldiniz deyir. Yəqin siqanlardır. Bəli. Birinci haydut da deyir ki, rəqs edənlərdə könlünüz açılır deyir. Hə, yəni Azacıq çağırılmaqdan məqsəd odur ki, qəlbiniz könlü açılsın. açılır da, düzdür, bəli. Həm də biz 3-cü pərdədə nə görmüşdük? 2-ci pərdədə daha doğrusu, 2-ci pərdənin sonlarına yaxın nə gördük orada? Bu məclis qurduranda kiçik zabitlə Vasif dost olaraq gəlmişdi də İbn Yəmin evinə. Orada nə deyir İbn Yəminə? Deyir ki, İbn Yəminin çağırışları çox xoşdur. Burada deyir ki, bəs deyir, belə deyir, məclis mi var deyir, hani deyir, bunun rəqsi, musiqisi. Bu zaman İbn Yəmin çalğıçıları gətirmişdir. Deməli, bu adam özü eyşə, işlətə, keyfdə damaqda olan adam olubdur. Bəli. Yəni, İbn Yəmin kimi adamlar, adamların, belə deyək, çox önəm daşımayıbdır bu. Ki, yəni, onlar necə deyərlər, insanlar necə dolanır, necə yaşayır, həyat tərzi nədir? Yox, bunlar bircə öz qarınlarını, öz ciblərini düşünən insanlardır. Əslində İbn Yəmin onların ümumiləşdirilmiş prototipidir, yəni obrazıdır. Aha, sonra müəllim? Burada Deməli Elxan deyir ki, Hı rəqs hı. üçün bayılır Elxan, rəqs eləyir. Hı hı. Düşünür işte qəmgin oynayır, nəşələnsin, əylənsin deyə bir qız aşağıdakı sözləri oxuyub oynayırmış müəllimə.
Kanto nədir kanto? Mən bir qızın hep ruhunu yaldızlar mənimə burada. Kanto yazılıb. Düşməyəcək müəllim. Ondan salmazlar heç vaxt Məsələ orada. kəsin. Kanto Burada deməli bax, iblis. şərqi nümunəsi. Kanto, hə. Deməli o lirik licət nümunəsidir müəllimə. Əsərdə belə məsələn biz hadisələri danışırıq, birdən haşiyədən kənara çıxa bilər də. Məsələn bir əsərdən bir sitat gətirə bilər, bir nə bilim nümunə qoya bilər və yaxud da özün sitat gətirə bilərsə, yığa bilərsə. Burada iblis Yəni deyir ki, söhbətə başlamazdan əvvəl birbaşa, yəni onların texniki bunlar yəni lirik licət nümunələridir. Aha, buyurun müəllim, buyurun. başa düşdüm müəllimə. Hı hı. Burada iblis gəhgəhə ilə deyir ki, bəyəndim deyir də. Bu Elxan deyir sən ya səni kim buraxdı bura deyir iblis. Hı hı. Məğrur bir teyf ilə əlini köksünə qoyaraq deyir özüm deyir. Hı hı. Arif Elxana deyir ki, bir mürşid o sahibi kəramət iblisin əlini öpür və xoş gəldin. Nə mutlu deyir. Bəli. Yəni görürsüz artıq son pərdə tamamilə necə deyirlər belə pisə çıxsın, yəni tam onun kürəsinə çevrilibdir də. Yəni daha onun təsirindən çıxa bilmir. Onun ətəyini öpür, əlini öpür. Yəni artıq onun təsirindən çıxa bilmir. Oldu. Çox sağ olun. Ümid xanım, sizə yenə geri dönüş istəyirəm. Gülcahan ardın davam edə Bəli, qızım. burada Buyurun. Rəna da iblisin əlini öpür, eləmi? Bəli, bəli, var, bəli, var. Bəli, var. Var mənim. Gülcahan? Hə. Şimdi orada Arif Rənanın da əlini öpdür, iblisin də əlini Rənaya öpdürür. Hı hı. Hə. Sonra nə baş verir? Rəna, dur bir dəqiqə mənim. Bax Rəna burada da iblisin əlini əvvəl birinci bir dənə bir şey deyim. Bax birinci əli öpən Arif olur. Arifdən sonra Rəna öpür. Rəna öpəndə burada iblis deyir ki, yox deyir, mənim də deyir səhvlərim var deyir. Dağ, daşdır, uçurumdur, dənizdir deyir, meşədir deyir. Bunların deyir heç biri deyir hər an deyir sizə deyir məşəqçilik yaratmasın, yəni əngəl yaratmasın deyir. Yəni vaxtında onu heç bir əngəlin yaratmamağını istəyir əslində bu. Bu zaman Elxan söhbətə başlayır. Deyir, kimsən deyir, səndə deyir, 2 deyib belə. Aha, buyur. Ha, orada Elxan iblisi deyir ki, sən kimsən deyir. Səndə belə qeyri-adi bacarıq, məharət hardan var? İblis orada özünü ulu qüvvət adlandırır. Bəli. Mən heçlikdən yaranan deyir bir ulu bir qüvvətəm, qüdrətəm. Bəs bu ulu qüvvət ifadəsini bu əsərdə başqa hansı obrazın ilə eşidirik? Ey ulu qüvvət, sonra deyir yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Kiminlik? Arif özü mü deyir? Arif. Vasifini, Vasifini. Vasifin, hə. Vasif. Yəni deyir, nə qədər Vasif. deyir, türklər deyir, qalib də olsa deyir, müharibələr də qazansa deyir, lap deyir, bütün dünyanın da xilas etsə deyir, xeyri yoxdur deyir. Yəni o uşaq nə daha doğrusu üzr istəyirəm. Hər nə qədər də olsa burada heç bir şeydə iblis güzəştə getmirdi bunlara. Yəni Rənaya güzəştə getmirdi ya da kimə? Arifə güzəştə getmirdi, düzdürmü? Bəli. Eee Sonra burada iblis deyir ki, mən elə bir mütləq hər şeyi əhatə edən gücəm ki, bütün aləm bəşəriyyət mənə düşmandır. Mənim Hı, rəqibim təkcə Allahdır deyir. düzdür, bəli. Əgər dünyada deyir mənim bir rəqibim varsa, o da deyir yalnız və yalnız deyir Allahdır. Düzdür, bəli. Tək Sonra rəqibinin orada, Allah olacağını qeyd edir, bəli. sonra orada iblisin monoloqu var. Hı hı. Deyir ki, dünyada dinlə, məzhəblə, siyasətlə bağlı hansı müharibə, qarşı durma qopubsa, orada deyir mütləq mən olacağam. Bəli. Və Sonra deyir deyir ki, hər hansı bir aha, böyüklük, iddialı qəddarlıq, vəhşət olarsa, onun qarşısında gördüyün hökmdar, yəni varlıq mənəm, bəli. oranın hökmdarı mənəm deyir.
Bəli. Mən deyir, Sonra orada şərqdə Elxan abid çıxır. oluram, qərbdə deyir rahib. O hissələri də var, düzdürmü? Hə, hə. Hə, yox, üzr istəyirəm, ona qədər hələ Elxanın nitqi var. Hı hı. Bu belə deyəndən Orada sonra Elxan nitqi var. Sonra orada Elxanın nitqi var. Elxan deyir ki, sənin üzündə çox böyük bir zəka görünməkdədir. bəli, Mən sənə Tanrı deyərdim deyə, mən əfsanələrə inansaydım deyə, əgər deyə sənə Tanrı deyərdim. Orada iblis qəhqəhə ilə gülür. Mən büt deyiləm, aləmi sarsan, mən aləmi sarsan böyük bir, ulu bir varlığam deyir. mən deyir, məbud deyiləm deyir, aləmi saran deyir, ulu bir mövcudam deyir. Mövcud da deyiləm deyir, bəlkə də vücudi ədamə'ludam deyir. Yəni vücudi ədamə'ludur, bu sözün mənasını çox axtardım, tapmadım. Yox, Vücudi yoxluqda ədamə'lud. yoğrulmuş Aha, bir vücudam deyir. ay sağ ol, bəli. Və sonra bu zamanda Elxan deyir ki, Deyir ki, xarici görünüşü nə qədər qarışıq olsa da, tam bir ibrət əhlinə xatırladır. Yəni aferin, sənə iblis bəli. bilmək lazımdır deyir. Bu zaman iblisin yenə burada monoq o verir, bütöv hissə verir. Nə deyir burada bu hissəni denən? Mən deyir Mən deyir bir şərqdə orada aha, iblisin öz monoloqu var deyir. Mən bir yuxu kimi görünüb də yox olaram. Mən şərq dünyasında bir bidətçiyəm deyir. İbadətçiyəm deyir. hı hı, Qərb dünyasında da xristianlar rahibi oluram. hı hı. Mən bir qazi olub gah fitnələr eləyərəm, gah mürşid olaram, gah aləmi bərbad eləyərəm deyir. Bəzən bir papa olaram, cənnəti sataram. Bəli, bax, indi burada diqqət ediyorsan, burada papa olub cənnəti sataram ifadəsi var ha. Tarixdə bu var. Emm, indi tarixi mən yaxşı bilmirəm. O cənnətə, deməli, qəbul kağızları satırdılar papalar Hı. ki, o kağızları İndilik alan hə, onun tarixdə adı olmalıdır. Mən indi tarixi o qədər yaxşı bilmirəm, yalan deyərəm. O, yəni insanları avamlığından üzr istəyirəm ifadəmə görə, yəni cahilliyindən. Bu dərəcədə şərəfsizcəsinə istifadə edirlər. Yəni, burda da eyni məsələdir də. Görsən deyir, gah deyir papa olub deyir, cənnət satıram deyir. Yəni bütün pis xislətlər, harda nə varsa hamısının daxilində nə var? Əslində iblis var burda, düzdürmü? Bəli. Məsələn, iblis də bir çox qiyafələrə girir. Məsələn, biz 2-ci pərdənin ta əvvəli görürük ki, başlanğıcında, orda, deməli, ərəb qiyafəsində nökər cildinə giribdir. Yəni hər dəfə fərqli cildlərə girir, amma əslində iblisdir, insanları yolundan azdırır. Hı. Bu Sonra zaman deyir ki, mhm, mən bəzən çoban olaram, ya da ki, azədi insan olaram, bəli. Yəni ya da ki, zülm aha. aşiqi olub bir padşah, bir sultan olaram deyir, zülm aşiqi olan. Düzdür. Yəni deyir, mən əslində cilddən cildə girən, yəni hər an, hər yerdə mənlə rastlaşa bilərsən. Yəni mən gah insan oluram, gah ovçu oluram, gah yəni də bütün hər şey ola bilirəm. Yəni bu müxtəlif cilddən cildə girməyi bacarır. Və bu Qoca bir zaman insanım da olaram deyir, gənc bir oğlan da olaram. bəli, bu zaman onun deməli burada səhnənin işığı çəkiləcəkdir. İblisin burada, çiynində əba var, başında da uzun bir ağ, saqqal var, onu çıxarır, tullayır. İndi də burada cildinə atır. Bax, burada da özünü göstərir iblis. Və səhər açılır, ilk pərdədə əzəmət və dəhşətlər içərisində qorxunc və sürətli qəhqəhələrlə hər kəsi heyrətə buraxmış olur. Yəni iblis burada artıq bütün o cildini açıq ortaya qoyur. Bu zaman qorxulan burada ətrafdakıların hər biri qorxur, arxaya çəkilir. Bu zaman deyirlər: "Ah, fəlakətdir, bu nə sürətdir, bu nə qiyafətdir ki, bizim başımıza gəlsin." Bu zaman o Elxan deyir ki, "Yox," deyir, "zənn eləyirəm ki, deyir, bunlara deyir, təlaş eləməyə hacət yoxdur." Yəni narahat olacaq bir şey yoxdur, deyir Elxan burada. Amma əlbəttə ki, insan belə fikirləşmirdi. Onlara yaxınlaşmaqda iblis onlara yaxınlaşmaqdaydı və o sərvəti cümlə fəlakətlərdən daha bətər edə bilərdi. Belə olduğu halda Arif deyir ki, yox deyir, yaxınlaşmalıdır əsla, o da deyir, iblisdir deyir, cümlə deyir fəlakətlərə bais olan, yəni bais olan, səbəb olan kimdir? Arifin nəzərincə iblisdir.
və getdikcə daha da əsəbi, belə öz fikrinə dönə bilməyən, insanlar topuşacaq, gələcəkdir. Yəni burda əsas məqamda onu görürük ki, burada məsələn ətrafdakılar görsən yığılıbdılar, baxırlar onların başlarına gələn hadisələrə, seyr eləyirlər. Aha, sonra nə baş verir? Sonra orada iblisin özünün dialoqu var. İnsanlar deyə bilmirlər ki, Hı hı. onların səsini eşitməyən kar göylərə dua eləsin, yoxsa mənə sitayiş eləsinlər deyir. Yəni mənə tapınsınlar. Bəli. Sonra Arif deyir ki, sonra iblis Arifə deyir ki, sən həm əl öpürsən, həm də qaçırsan. Sən bu halın nədir? Hı hı. İlk öncə məhəbbət, fəqət ən sonda ədavət. Bunu iblis Hı. deyir. Bəli. Hə də, yəni əvvəl mənə tabe idin, gəlirdin, əl öpürdün, indi mən qaçırsan deyir. Bu nə haldır deyə yəni. Buna da təəccüb eləyir burada da iblis hətta Arifin bu hərəkətinə. Aha, bu zaman sonra Arif nə deyir? Sonra da Elxan dialoqu var. Hə, bəli, üzr istəyirəm, Orada İlxan deyəcəkdim. qəhqəhələr falan gəlir. Orada qəhqəhələr falan gəlir. Elxan deyir ki, bu necə bir qəhqəhədir? Deyir ki, baxın o qəhqəhə eləyən kimdir? Hı hı. Sonra İxtiyarın səhnəyə gəlişi olur. Xavərin atasının. Bəli. Orada birinci Haydut danışır. Deyir ki, gələn bir səfildir. Yəni tamamilə çılğın və ağlını itirmiş adamdır. Bunu səhv eləmirəmsə İxtiyara deyir. Hı hı. Sonra da Xavərin babası pərişan bir halda ağacların arasından çıxır. Hı hı. Bəli, çox pərişan haldadır çünki nəvəsinin qızı da deyil, Hə. torunca nəvədə, yəni nəvə qızını öldürmüşdülər. Ağlını itirmişdi. Məni deyir, hər yer deyir, onu burada deyir ki, bax, bilmirəm ki, deyir, bu aləm nərəsidir, bana söylə deyir, cəhənnəm harasıdır. Mən deyir, bilmirəm deyir, bura deyir, haradır deyir, amma mənə bircə deyir, onu deyin ki, deyir, cəhənnəm hardadır. Qəlbimdə deyir, atəş axtarıram deyir, ağlamaq istəyəndə deyir, həmişə deyir, gülürəm deyir, ağlamaq istəyirəm amma deyir, əslində deyir, gülürəm. Və yəqin burada bir növ, necə deyərlər, ağlını itirmiş kimi sərsəm bir cavab verirlər, düzdürmü? Xavərə yas tutur. Ah, Xavərə yas tutur. Deyir bəli. sənə kim qıydı gülüm? Mən dura-dura deyir sənə ölüm heç layiq idimi? Düz deyir də, bu 93 yaşamışdı, o da çox cavan idi, cəmi 23-25 yaş. Bəli. Sonra? Deyir ki, qəlbi və vicdanı korlanmış yırtıcılar, insanlar, orada müharibəni törədənlərin əsli nəzərdə tuturdu. Mhm. Sonra o gün İlxan deyir ki, dərdini söylə, dərdini bilək deyir bizdə. O sönük qəlbini sındırmaq üçün. Mhm. Bu zaman burada artıq o qədər iblisli səhnələr olmayacaq. Düzdürmü? Yoxsa var baxaq? Yox. Bir-iki yerdə var. Aha. Bəli. Orada Elxan deyir ki, sənin o sönmüş qəlbini qızdırmaqdan ötürü, təsəlli etməkdən ötürü nəsə eləyim, tək sən kədərlənmə deyir. İxtiyar deyir ki, mən ancaq intiqam istəyirəm. Burada Xavərin intiqamını almaq istəyirdi. Deyir Bəli. ki, sonra Elxan soruşur ki, sən kimdən intiqam almaq istəyirsən? Mhm. Sonra Zümrüt xanım davam edə bilərsiniz ardını? siz davam eləyin mənim biraz. Hə. Deməli, bax burada harda qaldım? Bir dənə də oranı deyərdiniz, səsdə kəsinti əmələ gəlmişdi. Bir dənə dinlə. Orada Elxan deyir ki, sən kimdən intiqam almaq istəyərdin? Hə. Deyir, burada deyir, bəli, var o hissə. Deməli, itirdim yerindən uşaqlar, üzr istəyirəm bir dəqiqə. 4 PDF-də. Deməli, burada biz dedik ki, deməli, biz burada dedik, Zümrüt xanım, sizdə səs exo verir. Canım qurban, bir səsi ay sağ ol. Hə, deməli, burada deyir ki, bax, bu belə deyəndə Elxan deyir ki, İxtiyar deyir ki, mən intiqam istəyirəm deyir. Elxan deyir, kimdən deyir, intiqam almaq istəyirsən, kimdən almaq istəyirsən, kimlərdən almaq istəyirsən. İxtiyar deyir ki, Tanrıdan, yəni hətta Allahdan belə intiqam almaq istəyir. Yəni gör bu nəvəsinin ömrü bunu nə qədər sarsıtmışdı deyir. Yırtıcı sərsəmlərdən, Tanrıdan, batan qanlı günəşdən də, göydən də, hamısından deyir, yəni
qisas almaq istəyirəm deyir. Bu zaman, deməli, bu belə deyəndə, göyə doğru başını tutur, deyir: "Ey sən" deyir, "sən ki" deyir, "fəxr etmədin" deyir, ədiyinlə deyir, "Səndə" deyir, "bu xilqət, bu hikmət hardandır?" deyir. Belə deyəndə iblis gəlir ortalığa, yenə iblis qəhqəhə çəkir. Bütün deyir, qüblə niyazdır deyir, üzülüb deyir, durma deyir, heç deyir, aldanma deyir. Bu uşaqdır ki deyir, çox pivərvadır deyir, pipərvadır deyir. Bir oyuncaqdır deyir onun üçün dünya deyir. Həm yaşayır, həm də qırır deyir, əylənir deyir. Yəni deyir ki, Arif bu dünyanı əlində bir oyuncağa çevirmişdi, düzdürmü? Aha. İndi ondan sonra hadisələrdə Elxan söhbətə girir. Bu deyir bir xəyaldır deyir, mühüm də olsa deyir. Tanrı olsaydı deyir, əgər həqiqətən deyir, insanları xəlq etməz idi deyir. Əgər deyir, etsəydi deyir, yaşaddırsa deyir, deməli daima yaşayacaqdı deyir. Şaddır, məsud da olsa deyir, həmişə deyir, kül edərdim deyir dərhal. Yəni onları məhv edərdim deyir, o eşitdiklərimin hər birini məhv edərdim deyir. Yenə qəhqəhə çəkir. Sərsəm yaşayışdan deyir, nə çıxar deyir. Məncə deyir, bütün insanlar həm gözəl olmalı deyir, həm də deyir, gözəl düzgün olmalıdır, həm gözəl olmalıdır, bəli. Düzdürmü? Hə, indi ardın kim davam eləyir? Gülcahan? Sonra orada Elxanın çıxışı var elə mənim. İblis yenə Mən burada. əgər Tanrı Hə. Yox, deyir deməli. burada ixtiyarın imdad deyib fəryad izləyir iblisdən. İmdad deyir, eylə deyir, imdad deyir, əmr elə deyir, bütün deyir, cəlladlar burada olsun deyir. Bu zaman iblis deyir ki, əgər ixtiyar deyir ki, əgər deyir, bu o xain deyir, qabağında olsa deyir, çıxıb gəlsə deyir, sən nə qarardın ona? O da deyir ki, ona müxtəlif cəzalar verərdim, didərdim, parçalayardım, onu məhv edərdim. Amma deyir, iblis də deyir ki, amma deyir, mən olsaydım sənin yerinə deyir, onu deyir, bağışlayardım deyir. Burada Yusif peyğəmbərin adı çəkilir. Deyir, İbn Yusif diri olsaydı deyir, o da deyir, əhv etmək istərdi deyir, bağışlayardı deyir. Yəni deməli iblis burada deyir ki, yəni bağışla da, bu söhbəti uzatma, çox uzatma deyir. Bu zaman ixtiyar deyir ki, aldığım insanlığın deyir, insanlıq aldım deyir, insan idim deyir. Amma deyir canavara çevrildim deyir. İntiqam istəyirəm deyir. Ancaq deyir qəddar intiqam. Yəni burada artıq biz görürük ki, həqiqətən mərhəmətli olan, hamıya yardım edən, kömək etmək istəyən, ixtiyar belə bir gün gəlir zamanə elə gətirir, ona elə hala salır ki, bu dünya, bu tale, o özü ən böyük intiqamçı, qan hərisinə çevrilməyə başlayır. Yəni bu şəkildə. Aha, indi ardını danışaq. Səhifəni işləsin mənim 86-da mı? 87-də orada Xavərin xəyalı var. Bax baş hissədə. Yaxşı, mən deyim. Mhm. Hə, orada Xavərin xəyalı gəlir. Mhm. Vasiflə qarşılaşır o hissədə. Bəli. Orada ixtiyar deyir ki, mən artıq insanlığın bir kənara atıb bir canavara döyüşmüşəm, lakin qisas intiqam almaq istəyirəm. Orada Mhm. Xavərin xəyalı görünür. Dəli olan qocanın gözünə gəlir Xavərin xəyalı və orada Xavərin xəyalı sanır ki, intiqam, intiqam, qisas, qisas deyir. Mhm. Bəli. İxtiyar Xavərin ruhuna deyir ki, yəni işte o dilbər mələyim. Getmə deyir, mən də səndən bir yerə gələcəyəm. Mhm. Bəli. Sonra Gördüyü o kimdir? Elxan daxil olur. Bu zaman birinci Haydut yola baxır, bir başqa igidlə bir yerdə İbn Yəmini göstərir. Bu da deyir, düşmən kəsilən bir bir-birinin zabit. düşməni kəsilən bir dənə zabitdir. Vasif İbn Yəmini Çavuş və 2 nəfər başqa Haydutla içəri daxil olur, düzdürmü? Sonra Elxan orada Vasifə deyir ki, yaxın gəl. Deyir ki, mənə yaxın gəl. Mhm. Ə, sən niyə İbn Yəminə deyir ki, sən nəyə görə bu adamı kim bəsləyib bunun dalınca düşübsən? Sonra orada İbn Yəmin xəyanəti ifşalanır. Sonra orada Vasif İbn Yəminin əslində Rəna atasının qatil olduğunu sübut edən sənədləri təqdim edir. Sonra orada Elxan Vasifə təsəlli verir, deyir ki, heç narahat olma əzizim.
burada gördüyün kimi haydutların və qaçaqların məskənində sənə zərər gəlməz. Rəna orada deyir ki, danış deyir. Sən burada olan hər şeyi olduğu kimi danış. Orada Vasif Rənaya deyir ki, şu zalim xonxar, yəni İbn Yəmin sən babanın qatili əslində odur deyir. Sonra orada Rəna İbn Yəminə əsəbləşir, canavar deyir. Əslində o İbn Yəminin qatil olduğunu Vasifə yanındakı əsgər başa salmışdı. Demişdi ki, qatil odur, İbn Yəmindir. Orada Vasif yanındakı əsgərə deyir ki, Rənaya deyir ki, mənim yanımdakı əsgər bunu mənə danışıbdı. Sonra cibində 2 dənə məktub çıxartır. Deyir ki, bu kağıza əslində bunu isbat eləyir. Rəna orada ah çəkir. Bu açılırmı tam şəkildə? Açılır. Elə deyilmi? Deməli burada hansı ki İbn Yəmin əslində Rənanın qatili olduğu üzə çıxır. bəli, bəli, Rənanın babasının qatili bəli, olduğu. bəli, bəli, bəli. Sonra da Elxan deyir ki, artıq həyəcanlanmaya ehtiyac yoxdur. Yaradan tökülən, nahaq yerə tökülən qanları yerdə qoymaq təbii ki, onların cəzasını verər. Hı -hı. Sonra orada səhifə 89-da əsirlər gəlir. Orada İblisin istehzalı qəhqəhəsi ilə danışdığı var. Bəli. Burada Deyir ki, Vasif gələndə Rənaya deyir ki, bu zalım xunxar, onu xunxar adlandırır deyir. Sənin babanın deyir, qatili olubdur deyir. Bu zaman Rəna acıqış dedi ki, canavar deyə çığırır. Vasif də ki, yanındakı əsirə işarət eləyir, deyir ki, bu sadiq əsgər deyir, mənə deyir, bütün olanları deyir, danışdı deyir və o cibindən bu arada 2 dənə məktub çıxarır. Bu kağızları deyir, dəxi deyir, sübut eləyir ki, Rəna, deməli burada İbn Yəmin həqiqətən xaindir. Ah deyir, aman deyir. O zaman istəməz artıq deyir, həyəcan yerlə qoymaz qanlı adil yaradan, yəni qanı Allah deyir, yerdə qoymaz deyir. Bu zaman iblis qəhqəhə çəkir, əvət deyir, əlsən də, əzilsən də deyir. Yenə də deyir, ədalətlidir deyir, müthiş deyir, qüvvətli deyir. Belə bir növ müqayisəsi var burada. Hə, bundan sonra orada Rəna qoynundan balaca bir dərə xəncər çıxartır, istəyir İbn Yəmini yaralasın, atasının qisasını almaqdan ötürü hücum edir onun üstünə. ona bir dəqiqə qara əfildir. Qara əfil nə deməkdir bilirsinizmi? İlandırmı? Qara Əfi ilan. ilandır, bəli, əfi ilana deyirlər, qara ilandır, bəli. Elxan da onun əlindən tutur, qoymur, imkan vermir. Düzdürmü? Başqa Niyə əsərdə imkan belə vermir? kimsə əlində silahla qatili öldürmək istəyəndə digəri qoymur. Hansı əsər idi? Müsibət Fəxrəddində mi var idi? Yox, ana əsərində. Qan Polad ölən Ana zaman əsərində var idi. Hə, onu demək istəyirdim. hə, orada şey, İsmət orada qaldırıb xəncərlə vurmaq istəyəndə ana qoymur. Bəli. Bu deyir, Necə Elxan Rənaya mane olur. aha. Orada deyir ki, bir qadının əlinin qana bulanmasındansa, yaraları sağaltması, mərhəmət eləməsi daha gözəldir. Ay sağ ol. Əgər deyir ki, sənin əllərin çox məsum və günahsızdır. Əgər onu səni və günahsız məsum əllərini öldürsə, onun xain canı çəkişə sevinər və o səni qatil eləyər, sənin əllərin kirlənər. Ay sağ ol. Orada deyir ki, sən biraz gözlə, o öz layiqli cəzasını alacaqdır. Bəli. Bu şəkildə olur və daha sonra burada İbn Yəmin deyir ki, aha, hə, İbn Yəmin deyir ki, ah bəyim. Sonra Elxan orada növbətçi deyir ki, bəli. apar bunu ayrı tərəfə apar deyir. Danışıb deyir buraları bulandırmasın, yəni söylətmə bunu daha. Və bu zaman kimlər daxil olur? Deməli, müxtəlif qiyafətdə olan 4-5 qaçaq, onların qabaqlarında bir papaz, bir xaxam, bir İranlı şeyx və bir İran qiyafəsində ixtiyarca qara çarşafda olan xəstə bir qadın və
onun 10 yaşında olan, qəmbur qaşları tökülən, gözləri məyuq, sədaqətli bir çocuğun əlindən tutmuş olduğu halda gətirirlər. Yəni bunları gəlirlər. Deməli bunlar gəlir, gələn kimi Elxan deyir ki, onları gətirin deyir, növbətçilərin birinə deyir. Birincini gətirirlər. Birinci gələn növbətçilərdən birini gətirirdi. Bu hərif deyir kimdir deyir. Növbətçi də qayıdıb deyir ki, bir-bir göstərdiyi bu papasdır deyir, ermənidir deyir. Vaxtıyla da deyir Ermənistandan qaç güllə Qurşun qaçır. daşıyırmış. Qurşun daşıyırmış da, oradan bu tərəfə güllə keçirilmiş, qanunsuz iş görür deyir. Həm də Həm deyir də bunu deyir, İncildir. din adı Bəli, altında eləyirdi. İncil bəli. kitabı Yəni deyir arasında bizə ay qeyd sağ ol, edirdi. ay sağ ol. Bəli, bax həmin məsələdir. Bu zaman növbətçi orada deməli bu zaman Elxan da istehzayla, qəhqəhə ilə gülür deyir. Eşq olsun deyir. Harda aldın deyir o hissiyatı deyir. Verdi deyir İncilmi sənə deyir bu təlimatı. Yəni sənə bu təlimatlar İncilmi verdi? Kinayə ilə deyir əlbəttə ki, sabah yəni bu bizdə imtahanda bizim qabağımıza çıxsa aydın olsun ki, bu da kinayə ilə deyir. Bu zaman qəhqəhə çəkir Elxan, əlini onun çiyninə qoyub deyir ki, nə eşq olsun deyir, hardan aldın o hissiyatı deyir. Hə, bunu dedik. Sonra burada papaz xaç çəkir. Ax deyir, günahım varsa deyir, bağışlayın deyir mənə. Elxan deyir ki, bunlar deyir, haqq yeridir deyir. Növbətdə bu zaman İbn Yəminin yanına götürür. Bu deyir kimdir deyir. Həm də deyir Əbusdur. Yəni bu Əbus adlandırır o. Əbus deyəndə. Bu zaman əlbəttə ki, Arif fransız tərəflərdən, növbətçi daha doğrusu fransız tərəflərdən cəsur, Ərəbistanı köpürdən deyir, bu adam Yəhudi də deyir, əsliyyətcə Yəhudidir və xaxamdır deyir. Bu ikinci nəzərdə tutur. İbn Yəminən sonra gələn şəxs nəzərdə tutur. Bu zamanda onu burada Tövrata uyan bir Dəcəl adlandırırlar. Yaxşımı burada? Əsərlərin içində. Əsərlərin içərisində demək, burada süzək yaxşı süzülməlidir, düzdürmü bu? Burada İlxan dinini də dəyişir eləmi? Burada İlxan deyir axı, baxın. Bəli, bəli, bəli. Sonra orada xaxam Elxanın ayaqlarına qapanır. Ay sağ ol. Bəli, bəli, bəli. Aha, sonra Sonra Elxan deyir ki, ayaqlarıma qapanma, bəli. ayağı uzat deyir axmaq. Mhm. Bəli, elə idi. Səhifəni itirdim. Səhifəni nə bir dənə zəhmət olmasa səhifəni itirdim. 91. Aha, yaxşı. Sonra orada Elxan deyir ki, Mhm. bunun da nə əmək sahibi olduğunu bildik. Din adı altında bildiyiniz siyasət qurulmuş, hiylə edilmiş. Sonra şeyxi işarətlə deyir ki, bu əmmamali şeytan nə deyir? Mhm. Sonra orada növbətçi var deyir ki, İngilis dəllaldır, İranda İngilis dəllaldır. Bəli. Nəşri əfkar ediyormuş. Yəni bu ingilislərin pullu nökəri vasitəsilə İranda ingilisپərəst fikirlər yayır, xalqın beynini zəhərləyirmiş. Bəli. Sonra orada Elxan deyir ki, söylə gərək ey xoca, yəni şeyxa deyir, bu Aha, alçaq riyazi peşəni sənə kim öyrətdi? bəli. Sən hansı Qurana baxıb bu xəyanətdə özünə rəva bildin? Yəni hansı Quran sənə belə casusluğu ilham etdi? Orada şeyx yalvarır, deyir ki, günahlı şeytanın üstünə atır, məni içindəki o doymayan acgöz nəfsim aldatdı deyir. Mənim vicdanım o xain iblis oğurladı, yoldan çıxartdı. Bəli, Sonra orada iblisə iblis bax diqqət qəhqəhələrlə eləyək. İblisə və öz vicdanını günahkar görür bu, düzdürmü? İblisi və öz vicdanını günahkar görür. Ha. Sonra orada iblis deyir ki, iftiradır. Mhm. Burada onu ağbaşlı ilan adlandıran kimdir? Elxandır ki, burada şeyxi ağbaşlı ilan adlandırır, düzdürmü? Hə, bu deyir ki, bu mənə atılan saf iftiradır. Bəli. Bu zaman burada şeyx də diz çökür. Hə, Elxanın orada da. şeyx deyir ki,
Sonra da orada Elxan, ayağı ilə şeyx özündən uzaqlaşdırır. Kəs səsini deyir: "Ey ağsaqqallı müqəddəs cidli ilan." Sonra orada növbətçi tüfəngi ilə şeyxin belindəki, omzundakı heybəni göstərir. Heybəsi, baxın bunun çiynindəki torbası, yəni heybəsi xəyanət müqabilində aldığı qızıllarla, var-dövlətlər də doludur. Sonra da orada Bəli. iblis tezdən çıxış eləyir. Onların tanrısı deyir altındır. Bəli, onlar qızla tapırlar da əslində, düzdürmü? Hıı. Hə. Sonra orada bir dənə xəstə qadın da olur. Hı hı. Bir dənə də uşağı olur, Qambur olur oğlu. O da Hı, xəstə idi, 10 yaşı var idi. hı, Başqa ədəbiyyatımızda hı. 10 yaşında olan obraz kim idi? Bahar idimi? Baharda məncə 10 idimi, 16 idimi? Məzlun var idi, Məzlun. 10 yaşında məktəbə getmişdi, düzdürmü? Hı. Məktəbə Mhm. getmişdi. Bəli. Sonra orada xəstə qadın olur, hə, dedim. Orada Elxana deyir ki, Allah xətrinə bizə rəhm et. İcazə ver, biz burdan tez zamanda çıxıb gedək, yazıqları incitməyək. Mhm. Orada növbəti deyir ki, bunlar müqəddəs Kərbəla torpağını ziyarətə gedən çarəsizlərdir. Qadın ağır xəstədir, yanındakı oğlu da şikəstdir. Mhm. Burnu sarılı uşaq olur. Deyir ki, müharibənin gətirdiyi dəhşətli xəstəliklərdən o uşağın əslində burnu çürüyüb tökülmüşdü. Bəli. Sonra orada anasına deyir ki, bu da həmişə belə inildəyir, ağlayır. Aha, düzdür. Sonra Sonra burada orada Elxan aha, hı. sonra hamısını Sonra desən orada öldü. Bəli, aha, buyur. Buyur, buyur. yaxşı. Sonra orada Elxan deyir ki, bu yazıq xəstə halınızda bu qədər uzaq yolu piyada qət etmək, bu əziyyətə qatlanmaq niyə görədir? Mhm. Sonra növbətçi deyir ki, eee, bəlkə gedirlər o müqəddəs yerlərə dərdlərinə bir əla şəfa tapsınlar. Sonra Elxan deyir ki, İranda niyə bir həkim yoxdurmu? Bəli. Xəstə qadın deyir ki, bəli var. Amma bizim dərdimiz ölümcüdür. Heç bir yerdə çarəsini tapmırıq. Mhm. Elxan deyir ki, eee, Elxan oradakı xəstələrə rəhm edir. Dərdinizin çarəsi var, biraz gözləyin deyir. Sizi bu çətin vəziyyətdən indi biz dərman edib taparıq deyir. Sizə bir dərman taparıq. Mhm. Sonra orada xəstələr xilas edilir, təhlükəsiz yerlərə keçir. Bəli. Sonra orada iblis çıxır ortaya. Mhm. Sonra orada iblis insanların çarəsizliyinə, qəzəb və heyrətinə istehza edir. Bəli. Əslində hər şey Deyir ki, iblisin əsəri idi də. Bu olanların hər biri kimin əsəridir? Kim yaradıbdı? Kim səbəb oldu bu kimi hadisələrin baş verməyinə? İblis səbəb olub. Yəni iblis bəli. ona görə hər dəfə qəhqəhə çəkir. Aha. Hı. İblis deyir ki, görün bəşərət nə günə qalıbdı, dərdə baxın deyir. Bu millətin kör inancına baxın. Özü Bəli. ölü kimi olan diri insanlar gedib qəbirdəki ölülərdən şəfa, mərhəmət gözləyirlər deyir. Afərin, bəli, bəli. Sonra orada Elxan oradakı xainlərə, İbn Yəminə, papasa, xaxama bir də şeyxa cəza vaxtıdır deyir. Deyir ki, bunları güllələyin. Bəli, bəli. Oradakı tüfənglərin tətiyi çəkilir. Orada papaz xaç çəkir. Şeyxlə xaxam şaşkın bir halda gözlərini göyə tikirlər. Bəli, düzdür. Sonra onları öldürürlər səhv eləmirəmsə. Bəli, hamısını öldürür ora, düzdürmü? Bəli. Yəni Elxan olan hər birini cəzasına çatdırır. Sonra nə baş verir? Hə, Sonra yaxşı, bəlkə Zümrüd xanım danışmaq istəyir. Çox sağ ol Gülcan xanım. Zümrüd xanım, bir dənə kitab səhifəsini deyərdim. Mən o yadımda qalanlara əsasən kitaba baxmırdım bayaqdan. Kitab səhifəsində bir dənə kitab açım Güllü. 95-də idik. Aha. Vasif daxil olan səhnədə indi Vasif daxil olacaq iblisdən sonra, düzdürmü?
Bəli, oradayıq. Aha. Burada Vasif gəlir, Arifin əlini sıxır, onunla görüşür, ona təşəkkür eləyir ki, Rənaya yəni sahib çıxıbdı, onu xilas edib, ağarıbdı. Amma Arif İlxan burada deyir ki, aha, Arif burada soyuq bir, belə deyək, münasibət göstərir Vasifə qarşı. Zümrüd xanım, sonra nə baş verir? Burada Arif deyir ki, mən təşəkkür etməyə ehtiyac yoxdur. Kəbəyə vicdanımdır. Hə, bəli, Vasif deyir ki, bu böyük xidmətdir deyir, etdiyim bu yaxşılıq olar deyir ki, yəni buna ehtiyac yoxdur deyir, bu təşəkkürə ehtiyac yoxdur deyir. Mən deyir ki, bu mənim deyir vicdanımdır deyir, yəni vicdanıma görə eləmişəm deyir və o deyir mənim sevgili canımdır deyir. Məndən ancaq deyir qoy olsun o məmnun deyir. Qoy eybi yoxdur deyir, mənim heç nəyə ehtiyacım yoxdur deyir. Mən bunu Allah rızası etmişəm deyir və deyir onu deyir sevdiyim üçün etmişəm deyir. Qoy deyir o həmişə hər daim əbədi olaraq məndən razı qalsın. Düzdürmü? Bu cür deyir və iblis nə deyir Burada burada? qəhqəhə çəkir Bəli. və deyir Leyli Birkən deyir, 2 ol. Leyli birkən deyir, Məcnun 2-dir. Burada sizdə niyə belə deyir? Kimi nəzərdə tuturdu? Leyli 1 dənədir, Məcnun 2 dənədir deyəndə nəyi nəzərdə tutur burada iblis? İblis çünki Rənayı deyəndə. 2 kişi istədiyi üçün Bəli, mən bəli. Vasif də istəyirdi, talib idi buna. İxtiyar da talib idi. Bəli. Ona görədir ki, 1 Leyliyə 2 Məcnun. Aha. sonra çünki sərsəmdir o aldıra burax deyir Aha. Vasifə xüsusi. Vasifə deyir, Rəna deyir. Bəli, onu sərsəm adlandırır burada Arifi. Vasif də Arifə deyir ki, istəməz deyir. Uşaqlıq eləmə deyir. Hı hı. Ya deyir Eee, Rəna sənin olmalıdır, ya da deyir mənim olmalıdır. mənim. İkimizdən biridir deyir. Sonra Arif deyir ki, ətrafa deyir ki, şübhə yoxdur deyir. Gözəl məndən deyir, ayrılsa da həyatım, o məndən ayrılsa mənim həyatım bitəcək də bununla Bəli. deyir. Vasifə Sonra deyir, Vasif onsuz deyir, ən deyir, dadlı deyir, təsəlli deyir, ölümdür deyir, düzdür? bəli, bəli. Bu zaman revolverini çıxarır, yəni silahını çıxarır. Burada Elxan təlaş etmə deyir, bir dur deyir, əzizim deyir. Və Rənaya deyir ki, Rəna Arifə, e, sən mənim əks pərəstişkarımsan da, yəni. Bəli, Sonra Vasifi göstərir, deyir ki, bu isə ən yeni bir dildarımdır, sevdiyim. Mən inkar edə bilmərəm deyir. Atamın qatilini deyir, hər kim tapsaydı mən o insan mən onunla ailə quracaqdım deyir də, onu bəli. İndi məmnun yəni ki, etdi vaxt dedi. gəlib, vədə çatmışdı, o verdiyi sözü yerinə yetirmək vaxtı gəlib çatmışdı, düzdür, bəli. Burada iblis Vasifə işarə eləyir, deyir ki, e, bəli deyir, odur deyir, əlbəttə deyir, Rənadır, onundur Rəna deyir. Və Arif iblisə qızğın əsəbi halda deyir ki, vəsvəsə vermə də, ona vəsvəsə vermə. Yetişir vəsvəsə, vəz etmə ona, yəni vəsvəsə vermə deyir Rənaya. Bəli, Nə demək səndir bu çürük lafı, pis niyyəti burax deyir Rənaya. Mümkünsə deyir, əsla deyir, əlin deyir. əlimdəki silah deyir, Aha. təhqirə dayanmayım deyir. Mənim Bəli, 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 bəli. Sonra? sonra orada iblis gülür. Hı hı. Rəna Orada Rəna Arifə çağırır, deyir deyir, ki, ey kes. Arif deyir, Arif deyir. Bu da Arif deyir, sus deyir, dayan deyir. Ətrafa baxır burada və Vasifi görəndə deyir, həyəcanlı və müstəfil halda qardaşım deyir, sevgili Vasif, mənə gəldin. Səni görsəm mənə deyir, əcəl qorxutmur deyir. Bu Bəli. zaman Orada Vasif də revolverini, silahını çıxarır. Eee, deyir, çox gözəldir deyir. Qismətimiz hər nədirsə deyir, Tanrıdan ancaq deyir, bizə yetişən odur deyir. Yəni biz burada kinaya görürük ilə ki, gətirirlər. bəli, 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 danışır. Və, sonra burada iblis deyir ki, qəhqəhə ilə göyə doğru qaçır. Deyir, bəli deyir, qismətin deyir, ondadır deyir. Və "Ax" deyir, "Fəqət" deyir, "Qardaşım Arifə qaldım" deyir, həsrət deyir mən burda. Bu sözü də işlədi və bunlar bir-birindən qardaş idilər. Amma bunlar bir-birini bilmirdilər qardaş olduqlarını. Bizdə hardan bilirik? İlk dəfə harda eşidirik ki, bu Arifin bir qardaşı var? 1-ci pərdədə Rəna İbn Yəminə Arif haqqında məlumat verəndə deyir, Bəli. İstanbulludur, balaca olanda evləri yanıbdı deyir. Ana-atası dünyasını dəyişdi deyir. İkisi də yaşamaq məcburiyyətinə qalıblar deyir. Və deyib,
O deyir, bir az sonra deyir, az sonra deyir, qardaşını itirir deyir Arif üçün deyir və indi Arif əslində qardaşı onun qabağındaydı. Vasif onun qardaşı idi. Eee İndi burda, yenə iblis acı qəhqəhələr çəkir, deyir ki, bilmədən deyir, onlar deyir, bir-birinin cəlladı Cəllad. olacaqlar. Bax, bu hissə oxşardı Vaqif dramında keçəcək inşallah. Ağa Məhəmməd Şah Qacar üçün. O da hansı məqam idi? Deməli, bu Gürcü qardaşlar var idi. Onları bir-birinə qırdırır. Orda o əsgər qapıçı deyir ki, şahım deyir, bunlar deyir, bir-birinə qardaşdır deyir. Bu belə deyəndə elə bil sanki orda Vaqif, deməli ağa Qacar da düşmən. O biraz da sanki şənlənir ki, bu müharibənin, bu döyüşün ləzzəti başqa olacaq. Çünki 2 qardaş bir-birini qırır. Və yəni iblis də bundan həzz alırdı. Nə qədər pis, nə qədər kinçi duyulur, iblis üçün o qədər xoşluq idi. Hə, o zaman Arif silahını qaldırır, qızğın bir halda haydı deyir. Bu zaman ortalığa Rəna girir. Vasif də orada Rənaya deyir, çəkil qırağa, Arif deyir, durma deyir, çəkil deyir. Hazır ol, 1, 2, 3 deyir və silahlar açılır. Bunu hazır ol, 1, 2, 3 deməyi, deməli kimin dilindən verilir bu məsələ orada? İblisin dilindən verilir. Sonra Vasif burada əlbəttə vurulur, yıxılır, düşür yerə. İblis burada Arifə səfil deyir. Vasif haqqında eyvah deyə Rəna bağırır. Cənazənin üstünə qapanır və ağlayır. Yəni Arif kimi öldürdü burada? Rənanı öldürdü, qardaşını öldürdü. Bəli. Üzr istəyirəm, qardaşını öldürdü. Bəli. Arif deyir, necədir? Vasifdirmi deyir bu deyir, şaşqın halda. O da deyir ki, bəli deyir, o Vasif idi, illərcə səni əsir etmişdi deyir, sənə qurban olmuşdu deyir, bax deyir, indi deyir. Bu zaman Vasifə yaxınlaşır, dərəcəsinə tədqiq edir və son dərəcədə həyanlı qardaşım deyir, qardaşım, ay qardaşım deyir, ağlayır. Amma burada bilir ki, artıq o onun qardaşıdır. Onu qucaqlayır, Vasif oyan deyir, nə yaman oldu deyir bu vüsalın deyir. Yəni daha nə qədər nə istəyir deyir, desin, xeyri yoxdur, o qardaş qatilinə çevrilmişdi. Və burada əlindəki silah ilə özünü öldürmək istəyir. Bunu biz götürə bilərik. Əlindəki silah ilə orada özünü öldürmək istəyənlər içərisində. Nə bilim, Hikmət də var idi. Ondan sonra Rüstəm bəy də o deyir, od vuracağam evimə, eşiyimə, müsibət Fəxrəddində. Bax, bunlar oxşarlıq götürülə bilər. Amma bu zaman Arif özünü öldürmək istəyir silahına. Bunda qabağını Rəna alır. Rəna qoymur ki, o özünü öldürsün deyə. Bu zaman ixtiyarsız şəkildə, yəni özündən asılı olmayaraq silah Arifin əlindən düşür. O Vasifə baxır, geri çəkilir. İblisi baxışlarına süzür. İblis də kənarda durmuşdu. Bunları izləyirdi, qəhqəhə çəkib gülürdü. Və burada iblisin fikirləri var müəllim. Bunu da deyək, yavaş-yavaş yekunlaşdırırıq artıq. Nə deyir orada? Məğrur qəhqəhə ilə deyir ki, bir zamanlar əlimdə deyir, həp uçub, həp öyünürdü. Hı -hı. Sonra vurulub bir qıza Kabus kər oldu. oldun, kabus Bəli. oldun, Hı -hı. hırsız oldun, mənus oldun, vicdanına qul oldun yəni. Yəni haqqı və vicdanı buraxın. Bax, gəl mən bura ümumiləşdirim. Deməli deyir ki, bir zamanlar cəbərut aləmində uçardın, həmişə deyir özünlə öyünərdin deyir. Və deyir, amma deyir, axırda deyir bir qıza vuruldun, Rəna nəzərdə tutur. Oğru oldun deyir, meyə məhsub oldun. Yəni mey deyəndə burada şərabı nəzərdə tutur. Şəraba, yəni şərab alqaçısı oldun da və haqqını da, vicdanını da deyir sənin əlindən getdi deyir. Və bu zaman ixtiyarın getdiyi tərəfi göstərərək deyir ki, o səfirin qızını deyir, sən məhv etdin deyir. O deyir, tökülən qanlar deyir, sənə düşmən olanda deyir, özün deyir, öz qardaşının deyir, qatilinə çevrildin. Bu zaman Arif deyir ki, bu sözlər mənə deyir, dəhr edir deyir. Bu sırada həzin və rəqsvari bir musiqi səsi gəlir və günəş batmağa başlayır. Batan bir anda da iblis bax deyir, dinlə deyir, bax deyir, bu həzin səsdir, gör sənə deyir, nə deyirdi. Ağacların arasından skeletlər çıxır, skeletlər kəfənpuş olduqları halda süzülərək, qıvrılaraq rəqs edirlər. Yəni bu xəyal kimidir də burada skeletlər. Və hamısı əlbəttə burada iblisi qınayır, iblis haqqında fikirlər söyləyirlər. Burada çox sağ olun Zümrüd xanım. Gülcahan, tamamlayaq qızım, tamamlayaq bu pərdəni, sonu sənlə tamamlayaq. Gülcahan, oradasanmı? Mənim hansı hissədə qalıb dediyim? Deməli 102-ci səhifədə iblisin monoloqu, Arif olan hissəni oxuyuruq 102-də.
Ha, orada, Arifin gözünə sanki ölülər görünür, ölülərin rəqs etdiyi görünür. Bəli. Asif deyir ki, Xavər belə rəqs etməkdədir. Hı hı. Orada ölülər. Bu üstündən sonra hə, qanlı günəş belə, rəqs edərək qeyb olur. Sonra da musiqisi, susu, rəqs bitir. Sonra da iblis istehzalı qəhqəhəli gülüş var. Hı hı. Eee, burada deyir ki, qanlı günəş, qanlı üfüqlər həmişə rəqs eləyir. Xeyirlə Həmişə şərdir, elmlə cəhalətdir, rəqs edirdi. Baxın, xeyirlə şər, elmlə cəhalətdir, belə ola bilər rəqs edir. Hətta deyir, görünməz ulu məbudlar görünməz belə, ulu məbudlar. vicdanlar belə neynirdi burada? Rəqs edir. Bu zaman Bəli. iblis sözlərinə davam elədiyi halda Arif əsəbi, xırçın hərəkətlərlə donuq idi. Yəni donmuş pis haldaydı da, belə deyək, tamam çökmüş haldaydı. Hı. Artı bu zaman Rəna deyir ki, artıq yetişir, söyləmə iblis, ümumiyyətlə Yetişir, coşqun. söyləmə. Bəli, bütün ümum, yəni hamı Ha, iblisdə sənsən bu cinayətlərə bais deyir, düzdürmü? hə, orada birinci haydut deyir ki, cümlə, xəyanətlə bais sənsən deyir. Sənə Bəli. oradakı bütün adam deyir ki, sənə lənət olsun. Sənə cəza Orada ikinci verilməlidir haydut deyən deyir ki, kimdir? belə. Bəli, cəza bulmalı deyən kimdir? Ha, Hə, haydutlardan. İkinci haydutdur, düzdürmü? hə, ikinci haydut deyir. Hı hı. Orada, ümumi oradakı hamı deyir ki, iblis məhv olmalıdır. Bəli, hətta iblisə lənət olsun deyən də ümumdur burada. Bunu da bir qarışdırmayaq. Düzdürmü? Bəli, Lənət oradakı deyənlər də. iblisə hər tərəfdən hücum etmək istəyirlər. Bəli. Eee, Sonra orada iblis də qorxunc və qorxunc çılğın qəhqəhələri yenə də deyir ki, hı hı. iblis özünün adını böyük hesab edir. Hər ölkədə hər dildə anılmaqda o şöhrət. Deyir, hər viran Deyir ki, olan iblis yerdə. hər Bax, köşələdə, aha, hə, hər viran olan yerdə iblis var deyir. Hər bəli, bütxanədə, meyxanədə iblis var deyir. Məni dinləyərlər də, amma sonra deyir yenə mənə də nifrət eləyərlər. bəli, Hər kəsin mənə aciz qulu ikən deyir, mənə deyir ədavət bəsləyər. bəli. Bax, buranı gəlin, bu son var, ha, bu iblisin Hı, son monoloqu. Birlikdə hı. əsər iblisin monoloqundan başlayır. O səhralara hökm etməli Maraqlı. turfan, o hissə var, canlar yaxar, evlər yıxar insan deyə başlayan hissə. Bax, ondan başlayır. Bu böyük monoloqdan bitir. İndi mən buranı sətir izahını verirəm. Diqqətlə qulaq asın. Burdan hər il düşür çox vaxt sual. İblisdir, o böyük addır, nə qədər calibi heyrət. Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Yəni deyir, mənim şöhrətim hər ölkədə, hər dildə, hər yerdə adım çəkilir, şöhrətim tanınmaqdadır. Hər qülübədə, çarşanədə, viranədə iblisdir. Hər viran olan yerdə, hər qülübələrdə, hər çarşanələrdə, yəni belə içki məclislərində Zərtutda, hər yerdə, hər meyxanalarda deyir, mənim deyir, adım deyir, var deyir. Mən amma deyir, həp Kabədə, hətta bütxanədə və meyxanədə də olduğunu deyir. Hər kəs deyir, mənə dinləyir, amma deyir, yenə də deyir, mənə deyir, nifrət eləyir deyir. Hər kəs deyir, aciz qulu ikən deyir, mənə deyir, ədavət bəsləyir deyir. Lakin deyir, məni təhqir edən ey əbluhu miskin, yəni miskinlər deyir. Olduqca müsəllət sənə bil nəfsi lələmin, pəncəmdə dəmadədə əzilib qıvrılacaqsan. Bax, eyni məsələni Arifə də demişdi. Yəni, sən də deyir, çox özünlə öyünmə, bir gün gələrsən də bu qoca iblisin əlində oyuncağa çevrilərsən, qula çevrilərsən. Eyni hədəni də burada deyir, eyni məsələni. Daim deyir, ayaq altında sönüb məhv olacaqsan. Əmin ol ki, deyir, mən sizə deyir, sizə rəhbərlik edən var deyir. Və bütün insanlar burada hər şeyin səbəbkarını iblisdə görürdü. Amma iblis nə deyir? İblis deyir ki, əmin ol ki, deyir, sizə deyir, rəhbərlik edən var. Yəni sizi idarə edən mən deyiləm deyir. Və deyir, hə, yəni əmin ol ki, deyir, sizə deyir, rəhbərlik edən var deyir. Qan püskürən, atəş savuran, kinli krallar, şahlar, ulu xaqanlar, çılğın dərəbacilər deyir. Min hiylə quran tülkü siyasətçilər deyir, hamısı deyir, əslində sizin deyir, yəni idarə ediciləriniz, yəni sizi deyir, tək idarə edən deyir, mən deyiləm deyir. Onlar deyir, bütün fitnəni, şəri, zülmü, xəyanəti deyir, eşidirlər deyir. Təhqirə deyir, nə ehtiyac var deyir. Fəqət deyir, onlar deyir,
sizi deyir çingətməyə kafidir. Yəni kafi, yəni sizi qəhr etməyə, məhv etməyə kafi. Yəni sizi ancaq olaraq qəhr etməkdə və məhv etməkdədir deyir. Mən deyir tərk eləyirəm deyir sizləri. Amma deyir hesdən gələrək deyir heçliyə olmadım deyir. İblis nədir deyir? Cümlə xəyanətlərə bais ya hər kəsə xain olan insan nədir? İblis. Aydın oldu. Böyük əsər idi. Bəli. 4 günə yekunlaşdırdıq. Nəhayət ki də yekunlaşdırdıq.